Gəlib çıxmışam evə qızlar. Evdən qəşəng yemək iyi gəlir. Amma hələ mətbəxə keçməmişəm. Bilmirəm. Qızlar nə hoqqa veriblər, nə bişiriblər. Gedim birinci göstərim sizə. Sonra gəlib makyajımı təmizləyərəm. Ay Dilək, nə olub? Deməli, evə gəlmişəm ki, qızlarım, Diləyim, Nərgizim makaron pişirib burada. Burada da özlərinə toyuq kebabı pişiriblər. Bir tık yandırıblar bəzilərini, amma gözəl hazırlayıblar. Maşallah sizə. Deməli, məndə görünüş bərəmiz var. İndi onu süzəcəm. Balaca kızımda biraz da tüşbər eləyim.